6 manatda heç alan yox. Uzatmı. Bəli. 6 manat 50 qəpiyə pris alıraq. Mənim pulum yoxdur ki, indi bax, nə bazar var, nə qəssab kəsir. Mənim heyvanım olan, mənim kimlə dilənib pul istəməliyəm. Yoxdur, bazar açılsa gətirib heyvanımı satım, mən birini kəstirərəm bu xəstəllaqanadan, birini sataram, borcumu ödərəm, heyvanımı alaf alaram, arpam yox, otum yox, gəlmişəm, heyvanımı qırıram, bax gətirib toz yaladıram. Akif Bağırov kimi digər rayon sakinləri də bir aydır ki, heyvan bazarlarının bağlanmasına görə çətin vəziyyətlə üzləşdiklərini deyirlər. Yemini nisiyə alıraq, otlu nisiyə alıraq, yaşarkən təsərrüfatla məşğulaq. Biraz çətinləşdikcə lap çətin olur. Bu dəqiqə 4000 nağdı yemə borcumuz var, 5000 də otaq borcumuz var. Deyirlər ki, bazar açılmalıdır. Bazar açılmağından bağlı hələ deyirlər ki, gələn həftədə açıla bilər. O bir həftədə açılmağı barədə deyirlər açılar bazar. Malımızı sataraq yemimizin pulunu verir, yotun pulunu verir, təsərrüfatımızla ola bilərik. Göygöl, Daşkəsən, Samux, eləcə də Qərb bölgəsində heyvandarlıqla məşğul olan insanların satış üçün üst tutduqları bir məkan var. Göygöl Mal Bazarı. Hazırda dayandığım ərazi Qərb bölgəsinin ən böyük mal bazarlarından biridir. Bazar Göygöl rayonu ərazisində yerləşir. Ərazisi təxminən 20 hektardan çoxdur və artıq bir aya yaxındır ki, bazarda satış dayandırılsa da, Qida Təhlükəsizliyi Agentliyinin göstərişlərinə əsasən bazarda yenidən qurma işləri aparılır. Bazar adi vaxtlarda həftənin şənbə və bazar günləri fəaliyyət göstərirdi və burada demək olar ki, ətraf rayonların hər birindən təkcə iri və xırda buynuzlu malqara deyil, həmçinin kəndlinin həyətində yetişdirdiyi meyvədən tutmuş əmək alətlərinə qədər hər şey satılırdı. Bəs bazarın fəaliyyətinin bərpa edilməsi üçün hansı işlər görülür? Tapşırığa uyğun, plana uyğun, özünüz də gördüyünüz kimi yəqin ki, baxdınız, naveslərin tikilməyidir, obyektlərin, bazar standartlarına uyğun olmayan obyektlərin sökülməsi və təzədən təmir olunansa, hansı təmir olunansalar olundu, uyğun olmayanlar da söküldü, böyük işlər görünür, tam tapşırığa uyğun işlər gedir və tamamlama işləri də başa çatdırıcı yaxın günlərdə inşallah təhvil veriləcəkdir. Görülən işlər çərçivəsində ərazinin giriş və çıxış hissələrində bariyerlərin quraşdırılması və asfaltlanma işləri icra olunur. Xəstə heyvanların sağlamlardan ayrılması üçün xüsusi izolyator sahələrinin yaradılması, satış yerlərinin standartlara uyğunlaşdırılması və infrastrukturun yaxşılaşdırılması işləri aparılır. Müasir kəsim məntəqəsi də yaradılıb. Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, fəaliyyəti müvəqqəti dayandırılan bir sıra bazarlarda yenidən qurma və sanitar-gigiyenik tələblərə uyğunlaşdırılma prosesi davam edir. Uyğunsuzluqların aradan qaldırılması və agentliyin yekun qiymətləndirilməsindən sonra onların fəaliyyətinə icazə veriləcək. Norma və tələblərə cavab verməyən heyvan bazarları isə açılmayacaq. Tahirə Teymur qızı, Ramin Mehdi, Aysən Ələkbərova, İTV Xəbər, Göygöl. Ha, gətir bunu bir dənə yaxından çək göstərin. Bura baxın aziz dostlar. Görün, hələ belə şey görmüsünüz. Bu qaymaq zat deyil ha aziz dostlar. Bu bizim ağ balımızdır, ağ bal. Əgər istəsəz, baxın, möhtəşəm ağ bal. Kim istəsə, zəng elib sifariş eləyə bilər. Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuzdur. Ağ bal həmişə mənə deyirdiniz. Artıq varımızdır. Sizin heç də hər yerdə və hər yerdən ala biləcəyiniz bir bal deyil. Kim istəsə 051 546 39 39 zəng edib sifariş edə bilər. Təkcə bu cür ağ bal yox, bu cür möhtəşəm dağçı çayların balı da varımızdır. Rəngi açıq sarı meşə balı, biyan balı, gökə balı, bütün ballardan var və baxın əziz dostlar, bu cür möhtəşəm şam balı. Baxın, bekə şanıdır bu, kim istəsə, bu cür şam ballarından da varımızdır. 051 546 39 39 zəng edin, sifariş edin. Sizin üçün də bu ballardan göndərək, o sizin də süfrələrinizdə baxın bu möhtəşəm ballardan olsun. Bura baxın. Hala görün bu baldır yoxsa qaymaqdır.
Təşəkkür.